Amma həqiqətən fake saat taxmaq biraz utandıra bilər deyə düşünürəm. Ona görə heç kimə məsləhət görmürəm. Biz öz aramızda podkastlarımızın birində özümüzdən söz icad eləmişdik ki, saat qurmələri. Dediyim kimi Tissotun yəni indiyə kimi olan zirvə modellərindəndir. Bizim ən yaralı yerimizdir. Və insanlar da gedir ona, mən bildiyim qədərilə ən azı 300 manat, 500 manat arası təxmini pul verib alırlar. Çox təəssüf. Mən tövsiyə eləyərdim buradan saat həvəskarlarına, əgər siz gedib Rolex-in fake saatını almaqdansa, mən çox tövsiyə eləyərdim, misal üçün Orientin ya da Casio-nun təxmini büdcədə ola biləcək bir saatlarını almaqları daha yaxşıdır. Ən azından fake deyil. Bu dizayn belə deyirəm də, ən məşhur Rolex-dədir də. Rolex-lərə fikir versəz, kənarda bir dənə belə qırmızı 15 dəqiqə ayrıca seçilir. Onun səbəbi nədir? Mən düşünürəm ki, saat kolleksiya edənlərin hər birinin bir dənə ya special edition ən azı, ya da bir dənə limited edition nəsə bir saat olmalıdır. Bu siz bilirsiniz ki, bu saat sırf kino üçün istehsal olunub. Onu bilmirdim. Lewandowski-nin qolunda görmüşəm. Lewandowski-nin qolunda görəndən sonra çox xoşuma gəldi. Həm onun qoluna da yaraşırdı, həm də çox qəşəng görünümü var idi. Bu Longines Orient Star. Saatımız onu göstərir. Deməli bizim yeni buraxılışın onlayn olma vaxtıdır. Bugünkü buraxılışımızda qonağımız Yusifdir. Yusif, salam. İzləyicilərimizi salamlaya bilərsən. Mən də salamlayıram hər kəsi, bütün saat həvəskarlarını və sizə də çox sağ olun bildirirəm ki, dəvət etdiyiniz üçün. Bugün çox sağ olun. İnşallah ümid edirəm ki, gözəl saatlarla bağlı gözəl söhbətimiz olacaq. İnşallah. Bu artıq bizim ikinci buraxılışımızdır ki, saat kolleksioneri ilədir və saat toplayıcıları ilə də belə deyərdik. Biz öz aramızda podkastlarımızın birində özümüzdən söz icad eləmişdik ki, saat qurmələri. Yusif də çox qəşəng bir saat qurməsidir. Çünki saat kolleksiyasına baxanda, topladığı saatlara baxanda həm hamısının demək olar ki, bir hekayəsi, bir mənəvi dəyəri, bir emosiyası var. Ona görə də elə məhz istəyirik ki, bugünkü buraxılışımızda kolleksiya ilə bir yerdə, sizinlə bir yerdə kolleksiyanı analiz edək və mən də öz fikirlərimi deyəcəm, Yusif də öz fikirlərini deyəcək. Qabaqcadan hazırlaşmamışıq həmişə kimi, çünki o çox da yaxşı olmur, quru olur. Belə olanda saatları real görəndə bir dəfə mən emosiyanı ötürmək olur fikrimizə. İstəyirəm onda elə başlayaq yavaş-yavaş. Saat kolleksiyasına baxanda əslində ilk gözümü belə deyim də fikrimi çəkən, burada çox fikrimi çəkən modellər var. Birincisi dediyim kimi sənin saat kolleksiyasına baxanda hiss olunur ki, seçicisən bu mövzuda. Bəli. Və bilinir ki, artıq neçə müddətdir saat toplayırsan. Çünki bundan qabaqki podkastımızda elə Nurəddinlə olan, o da saat kolleksiyoneridir. Orada bir dənə məsələ var idi. Nurəddin deyir ki, birinci alanda adam nə gəldi alır da, sonra yavaş-yavaş başlayırsan azaltmağa, seçməyə. Sən bilinir ki, artıq o etapı keçmisən sanki. Mən açığı saat almaq, ilk saat kolleksiya məsələsi necə oldu? Açığı mən əvvəllər saat alırdım. Bu elektron saatlardan alırdım, bu smart saatlardan alırdım. Sonra belə oldu ki, bir qrup insanlarla görüşdüm. Onlar həqiqətən saat kolleksiyası. Onlar məni məsləhət gördülər ki, bəs belə bir saat növləri var. Məsəl üçün sən mexaniki, kvart və s. əsl saat brendləri. Elə oldu ki, elə oradan yarandı və ilk saatımı da elə mexaniki saat olaraq orada görünür Tissot'u. İlk saat hansı idi? Tissot PRX. Tissot PRX-nə başlamışsınız. Onunla başlamışam. Çünki həm ilkin saat kolleksiyonların əsas başlanğıc üçün mən düşünürəm ki, Tissot PRX daha yaxşı modeldir. Həm də mənim işimlə əlaqədar olaraq biraz klassik, həm də ki, biraz casual. Mən düşünürəm ki, Tissot PRX. Onda elə başlayaq. Başlaya bilərik, yəni. PRX-dən. Yəni oradan yaranıb məndə açığı saat. Powermatic modeldir. Yəni bu saat Tissotun mən deyərdim indiyə kimi buraxdığı ən yaxşılardan. Bəli. Hətta bəzilərinə görə ən yaxşısı. Siz də fikirlərinizi qeyd edərsiniz şərhlərdə. Bu saat haqqında çox şey danışmaq olar. Arxa кейsi şəffafdır. Arxadan mexanizmi döyünən ürəyini görə bilirsiniz. 10 bar suya davamlılıqla qarşınızda Tissot PRX. Sizin onda ilk başladığınız saat Tissot PRX-dir. Başlamışam, bəli. Təxminən nə vaxt əldə eləmisiniz? Hardasa
2 il olar. 2 il bundan qabaq olar, hə. Mənim bundan qabaqçı saatlarım var idi, amma dediyim kimi sırf saat brendi məsələsi, yəni fashion markalar falan var idi, amma markalar idi, amma sırf saat brendi məsələsini 2 il öncədən başlamışam. Sizə kim məsləhət verirsə çox yaxşı məsləhət verib. Hə, mənim dostum var, Nihat adlı bir dostumuz var. Buradan Nihat bəyə onun özü Omega həvəskarıdır, Omega saatlar kolleksiyası var. O mənə məsləhət gördü ki, ilkin olaraq bundan başlaya bilərik. Elə məndə marağı olub. Hətta PRX-in kvarsı da var da, amma kvarsla yox. Bunun PRX-in adi modeli də var. Bir də var bunun Powermatic. Yəni biz Powermatic mənə məsləhət göründü ki, ondan alın. Elə biz Powermatic aldıq. Çox yaxşı seçim eləmisiniz. Kvarsda yox, avtomatik saatla avtomatik dediyimiz Powermatic saatla başlamaqda. Nihat bəyə də çox sağ olsun ki, sizə düzgün yönləndirib. Çünki bizdə keçən dəfəki mövzulardan da var idi ki, bəzən olur bizdə bu tip təcrübələr ki, bir bəy gəlir özünə saat almağa, yanında dostu ilə gəlir və səhv yönləndirir. Səhv yönləndirməsi belə fikrini yayındırır, onu belə deyəndə necə deyirlər, səhv yönləndirir və özünə xoş olmayan bir saat əldə edir. Amma mən həmişə həm müştərilərimizə, həm dostlarımıza deyirik ki, saat kolleksiyasının başında çalışın öz belə deyəndə öz fikrinizdə, öz ürəyinizdə olan modelləri əldə edəsiniz. Çünki bunu həmişə dediyimiz kimi də siz özünüz taxırsınız, siz özünüz istifadə edirsiniz və saatla bütünləşməlisiniz. Bu saat çox məşhurdur. Hətta mən bildiyim məlumata görə ilkin satışa buraxıldığın vaxtda tezliklə satılıb, hətta çatdıra bilmirlərmiş. Ona görə həm də köhnə deyəsən Tissotun hansısa modelindən təsirlənən bir belə deyək ki, modeldir. Dediyim kimi Tissotun yəni indiyə kimi olan zirvə modellərindəndir. Bu mənim baxış planım, amma dediyim kimi elə adamlar var ki, onlar üçün elə ən zirvəsi də budur. Elə avtomatik kvars mövzusuna keçmişəm. Burada bəzi kvars saatlarınız da var. Onlardan biri fikrimi çəkdi mənim. Casio Royal dediyimiz, indi makrolarda da görəsiniz bu saatı. Bu Casio Royal'ın amma siz önəm vermisiniz yaşıl modelinə. Yaşıl. Səhv eləmirəmsə bu saatı deyəsən bizdən əldə eləmisiniz də. Yaşıl NATO modeli, kəmərlərin çünki mən açığı saat alanda onun rənglərinə də çox önəm verirəm. Çünki mən onu geyimlə əlbəttə uyğunlaşdırmalıyam. Ona görə yaşıl bir saat istədim və baxdım ki, bu saatdan da çox bəyəndim. Bu saatı mən açığı nəyə görə çox bəyənmişəm? Çünki orada saat qurşaqları var və sən bilmirəm tam çox rahatlıqla saat qurşaqlarını çevirə bilirsiniz. Bəli, o xəritədə görürsüz. O xəritədəki saat qurşaqlarını dəyişəndə həmin ölçülərdə saatları da rahat şəkildə dəyişə bilirsiniz. Yəni sırf o özəlliyinə görə açığı xoşuma gəldi. Bir də saatın özünün də məncə çox gözəldir. Düzən ümumiyyətlə siz bu saatı özdə axtaranda stokda bir ədəd qaldı. Bəli, mən onu dedim ki, mütləq onu sonradan xəbərdən almalıyam, bəli. Elə oldu ki, axtardıq, araşdırdıq, tapdıq bu saatı sizin üçün. Bir gündən sonra mən onu sizdən əldə eləyə bildim və çox da xoşbəxtəm. Yəni bu saat çox özü bu saat əldə edilində Azərbaycanda deyildiniz. Yox, mən Azərbaycanda deyildim. Bu arada Yusif bəy İngiltərədə yaşayır. Çox sağ olsun ki, biz danışdıq. Biz neçə aydır danışırıq, hətta ki, görüş təyin eləyək, görüşək, bu çəkilişi eləyək. Çünki həm bizim özümüzə maraqlıdır, həm də fikrimizə sizə maraqlıdır. Çünki biri var məsələn də bu işlə məşğul olan insanlar oturub danışsın saatlar haqqında. Bundan qabaqki podkastlarımızda olduğu kimi, amma artıq ara sıra buraxılışlarımızda saat kolleksiyonerləri ilə məşğul olan və ya saat toplayan insanlar da olacaq qonağımız bugünkü kimi elə. Məncə fikrimcə bu kontent də çox maraqlıdır. Qeyd eləyərsiniz, fikirləriniz də bizim üçün çox maraqlıdır. Bu mövzudakı bu tip kontentlə davam edək, yoxsa etməyək. Çünki bu gün bu arada bu çəkilişi etdiyimiz tarixdə də Expo Centerdə iştirak edirik tədbirdə. O tədbirdə də çox gözəl insanlarla tanış olduq. Onlar da saat toplar. Hətta onlarla biz danışdıq ki, önümüzdəki aylarda görüşək və saatlar haqqında çox gözəl müzakirələr eləyək. Əlbəttə siz də bir saat kolleksioneri və ya saat toplayıcısı, saat qurmesisinizsə, sizlə də görüşüb danışmaq bizim üçün xoş olar. Bu model dediyim kimi Yusif, yəni çox qəşəngdir. Həm Casio Royal və NATO kəməri bu model olmağı da modelə xüsusi bir gözəllik verir. Bunda bir dənə qabaq çox rahat saatdır, çox rahat. Həm gündəlik istifadə üçün, həm gündəlik üçün çox belə deyim, bir taktik saatı belə deyim də, həm tool watch kimi, həm taktik saat kimi, həm də gündəlik belə deyim də, hər hansı bir hobbi ilə məşğul olduqda və ya gəzintilərdə istifadə edə biləcəyiniz ideal saatdır.
Amma bir dənə bir şey məsələ var ki, onu da istəyirəm burada bir dənə qeyd edeyim. Bilirəm sənin də yaralın yerində o A-klass saatlar falan. Casio Royal'ın təəssüf ki, kopyaları Azərbaycanda dəhşət çoxdur. Düz qiyməti məsələn çox baha olan bir model deyil. Çox uyğun qiymətli modeldir və bu keyfiyyətdə bu qiymətə əladır. Çox təəssüf ki, bu modelin bazarda satılan kopyaları var. Hətta elə kopyalar var ki, bu məsələn Casio'nun General Line kolleksiyasından da bu model. Bunun üstündə G-Shock falan yazılıb. Yəni belə qışqırır da ki, mən kopyayam. Hətta o saat da elə bir qiymət satırlar ki, yəni bu orijinalına aşağı yuxarı eyni qiymət satırlar. Açığı Azərbaycan bazarında bu saatların kopyaları, məsələn Rolexin fake modelləri və bizim ən yaralı yerimizdə. Və insanlar da gedir ona, mən bildiyim qədərilə ən azı 300 manat, 500 manat arası təxmini pul verib alırlar. Çox təəssüf. Mən tövsiyə eləyərdim buradan saat həvəskarlarına, əgər siz gedib Rolexin fake saatını almaqdansa, mən çox tövsiyə eləyərdim misal üçün Orient'in ya da ki Casio'nun təxmini büdcədə ola biləcək bir saatlarını almaqları daha yaxşıdır. Ən azından fake deyil. Hətta indi burada biz Casio Orient'i misal çəkirik. Bu yəni bizim məqsədimiz burada satış deyil də, çox da. Casio Orient'i almaya da bilərsiniz. Başqa məsələn mikrobrendlər var ki, hətta daha ucuz qiymətə də əldə edə bilərsiniz. Hətta haşiyə çıxıb belə bir ifadə də eləmək istəyirəm. Çünki bayaq sərgidə bu haqqda danışırdıq. Orada bir dənə saat qurməsi var idi. Çinin məsəl üçün öz brendləri var da. Çinin öz brendini almaqları daha məsləhət bilirəm mən. Nəinki gedib Rolexin, Longines və ya hansınsa fake-ni almağa. Yenə ən azından o da Çin istehsalıdır, bu da Çin istehsalıdır. Bir var sən gedib hər hansısa bir markanın kopyasını alasan, bir də var hər hansı Çin brendini alasan. Çin brendini almaq daha yaxşıdır. Çində qoydum bir qırağa. Avstriyanın, Belçikanın, Almaniyanın, İtaliyanın kifayət qədər mikrobrendləri var, qiymətləri də münasib. Əlbəttə ki, mən nəyə görə dedim Orient, Casio və Swatch və büdcə belə deyək ki, friendly olan saatları. Çünki ən azından bu saatların tarixçəsi var. O sözsüz. Bəli. Və saatları dünyada qoluna saat taxan bir çox insan tanıyır və baxır ki, həqiqətən tutaq ki, Orientdir və orijinal Orientdir. Və mən düşünürəm ki, hansısa bir tədbirə gedəndə, hansısa bir məkana gedəndə bu sizi utandırmayacaq. Ən azından fake Rolex taxmaq. Amma fake Rolex taxsaz utandıra bilər. Düzdür, insanlara o bəlkə də hələ də çatmaya bilər, anlaşılmaya bilər. Amma həqiqətən fake saat taxmaq biraz utandıra bilər deyə düşünürəm. Ona görə heç kimə məsləhət görmürəm. Orijinal olsun, ucuz olsun, amma orijinal olsun. Mən bunu tövsiyəsini verirəm. Bu mənim şəxsi fikrim. Bu mənim şəxsi fikrim. Çox da gözəl fikirdir. Mən tam olaraq sizin fikirlərlə razıyam. Çünki biz demək olar hər verilişimizdə bu mövzunun üstündən keçirik də. Və belə baxıram bu saat topluluğunda olan insanlar da hamı bu fikirdədir. Yəni mən hələ görməmişəm ki, saatdan belə deyəlim də başı çıxan bir adam, saata yaxın olan bir adam desin ki, var da yəni belə müştərilərlə biz qarşılaşırıq. Deyir ki, məsələn də gəlir Frederic Constanta baxır. Deyir, bunu alıb taxdığım, mən buna 1500 verdiyimi elə gedirəm 1000 manata Rolex taxaram. Kim nə bilir ki, deyir bu şeydir də. Bu da saatı göstərir. Bilinir. İndi adam xətrinə dəymək istəmir də ki, qardaş bilinir bu. Bilinir, həqiqətən bilinir. Bilinir özü yəni bilinəndə də çox belə ayıb olur da yəni. Həqiqətən. Nə ehtiyac var da yəni buna. Yəni başqa saat ala bilərsən. Hətta biraz da kvarsdan qorxurlar. Ona görə daha çox mexanik saata yönəlirlər. Mexanik saatda da baxırlar, Orient, bu Yapondu istəmirəm, nə bilim, nəsə onu istəmirəm. Kifayət qədər bazarda çox gözəl saatlar var. Artıq ölkəmiz də inkişaf edir bu mövzular, saat məsələlərində və çox geniş də çeşid var. Uyğun qiymətlərə də məncə əldə edə bilərsiniz. Çox xahiş edirəm sizdən gedib fake Rolex, Longines, Cartier alıb taxmayın. Bəli, mən də heç tövsiyə edirəm. Yavaş-yavaş elə baxaq gözümüz tutan saatlardan. Elə Orientdən danışmışkən burada bir dənə Orient saat var deyən bunu götürə bilmirəm. Buradan götürəcəm. Burada bir dənə Sun and Moon kolleksiyasından görürük. Orientin ümumiyyətlə bu qübbəli belə deyərdim də, qübbəli şüşə olmağı, Bambino modelləri ümumiyyətlə çox belə çox xoşuma gəlir. Çox qəşəngdir. Sadələri də çox qəşəngdir. Müəyyən komplektasiyalar, bunda məsəl üçün var da 1, 2 dənə əlavə, 3 dənə əlavə komplektasiya var da. Hansı ki, həftənin günlərini göstərir, date funksiyasıdır və AM/PM-də göstərir. Sun-un elə AM/PM-də çox gözəl. Çünki məsələn də elə bir yerdə ola bilərsiniz ki,
orada günəş, ay vaxt-vaxtında çıxıb batmaz. Ona görə baxa bilərsiniz saatdan. Rəng seçimi çox qəşəngdir. Sizi təbrik edirəm. Mən bunu da bəyənirəm. İndi sizin də fikirlərimi sorsam, bəlkə də ona görə. Mən saatın siferblatının rənginlə kəmərin rəngi yaxın olanda bəyənirəm. Mən də çox xoşuma gəlir. Boz, tünd boz da belə deyərdim. Qara deyil, qaradan açıqdır. Ona görə tünd boz deyəcəm buna. Tünd boz siferblat, qara kəmər. Mən daha çox ona üstünlük verirəm. Doğrudan. Yəni, dediyim kimi rəng məsələsi mənim üçün çox önəmlidir. Çünki dediyim kimi bu geyim məsələsi və onu rəng saatla əlaqələndirmək, daha gözəl görünüş qatmaq üçün mən rəngi mütləq önəm verirəm. Amma fərqli rəng də olub, amma heç olmasa məsəl üçün kəməri rəngi ilə içinin rəngi də bir-birindən həmahəng olmalıdır. Yəni uyuşma olmalıdır ki, daha gözəl görsənsin. Bu saat üçün hər ikisinin göy təxmini gedir. Olması çox gözəldir. Yəni bu tünd göydür, qara deyil. Yox, tünd göydür. Tünd göydür. Üzr istəyirəm sizin halınızdan. Bayaq mən belə tutmuşam, burada kölgə düşür üstümə, ona görə qara ilə bozdum. Yox, tünd göydür. İçi də, kəmərləri də tünd göydür. Çox gözəldir, xoşuma gəlir. Yenə dedim, bu saatda daha çox özəllikləri, bu həftəni göstərmə məsələsi, həftənin günlərini göstərir. Sun Moon məsələsi və orada tarixi ayrıca göstərməsi. Bunlar Bombino çox xoşuma gəlir. Onu indi yaxın kadrada da görəsən. Mən Bombino almaq istirdim. Sonra bu modeli gördüm. Dedim ki, bunda daha çox funksiya var. Həm o Bombino modelinə uyğundur, tamamilə eynidir. Həm də içində funksiyalar var. Həftə, ay, gün məsələsi. Elə bu saat üzərində seçimim oldu. Mən düşünürəm ki, çox gözəl seçimdir. Əla seçimdir. Qısa bir dənə bonus məlumat vermək istəyirəm sizə. Saatda tərif deyirəm də, belə komplektasiya sözünün tərifini izah edirəm sizə. Saatda saatı göstərməkdən əlavə olan bütün funksiyalar Türk dilində komplikasiyon deyirlər buna. Belə komplektasiya deyək də Azərbaycanda. Onlar komplektasiya sayılır. Bunu da bir yerə özünüz üçün qeyd edin. Saat aldıqda sizin üçün maraqlı ola bilər. Çünki saatda nə qədər komplektasiya artsa, o qədər belə deyim də, həm dəyəri artır, həm də ki, funksiyonallıqlarda, əlavə funksiyonallıqlarda. Doğru deyirsiniz, çünki bu adi Bombino modeli ilə müqayisədə daha dəyərlidir. Qiymət baxımından daha bahalı idi. Avtomatik mexanizmdir. Yəni Orient həmişəki kimi qiymət məsələlərində demək olar ki, bütün belə deyərdim də saat cəmiyyətini biraz eləyir, sıxışdırır biraz kənara. Budget friendly deyirik. Yəni büdcə dostu, yəni büdcəmizə uyğun ala biləcəyimiz ən ideal saat brendi Orient. Həqiqətən. Aşağı büdcəm varsa bunu da Azərbaycandan əldə etmisiniz? Bəli. Bunu elə sizdən. Bunu da bizdən əldə etmisiniz. Bəli, bunu da sizdən əldə etmişəm. Lap gözəl. Əla seçimdir. İstəyirəm keçək yavaş-yavaş. Elə Orientdən sonra Yaponlardan davam edirəm. Burada baxıram belə qəşəng maraqlı Yaponlar var burada. Hansından başlayım? Citizen-dən yoxsa Seikodan? Hansını danışaq? Elə Seikodan başlayaq. Onda elə o tərəfdəykən Seikodan başlayaq. Çox qəşəng modeldir. Yenə bilinir ki, rəngə önəm verən bir insan olaraq qarşınızda Seiko 5 GMT Sport modelidir. Düzgün təqdim edilir yəqin ki. Çox qəşəngdir. Və burada da bir dənə sizə bonus məlumat verim. Bəzi insanlarda bu təcrübəmdə görmüşəm ki, deyirlər ki, bu diver bezeldə, hərəkət edən bezeldə, diverdə normal məsələn də məndə qolumda da məndə məsələn fırlanır, əksinə hərəkət eləmir. Bunda məsələn əksinə hərəkət eləyir. Bu funksiyanı bilməyən insanlar da çoxdur. Siz bilirsiniz ümumiyyətlə bu niyə tərsinə hərəkət eləyir? Yox, məlumat. Normalda diver saatlarda məsələn qolumdakı orientlarda bir istiqamətə hərəkət eləyir. Sizin qolunuzdakı lonjunda da elədir. Bir istiqamətə hərəkət eləyir, əks istiqamətə hərəkət eləmir. Birinci bunun səbəbini izah edeyim, niyə əks istiqamətə hərəkət eləmir? Diver saatlar olduğuna görə. İlk zamanlar istehsal olunduqda diver bezellər. Bunlar istehsal olunub dalğıçlar üçün. Bu arxaya hərəkət eləməməyə onun üçündür ki, məsələn, biz suya atlayanda, hətta bu dizayn belə deyirəm də, ən məşhur Rolex-dədir də. Rolex-lərə fikir versəz, kənarda bir dənə belə qırmızı 15 dəqiqə ayrıca seçilir. Onun səbəbi nədir? İlk hava balonlarında, oksigen balonlarında da hansı ki dalğıçlar istifadə edirdi, onların müddəti 15 dəqiqə idi. Onlar saatlarında baxırdı, məsələn, bunu gətirib quraşdırıram, dəqiqə əqrəbi hal-hazırda belə deyim də 10 dəqiqə qalmışı göstərir də. Mən bunu gətirib 12-nin üzərinə qoyanda, dəqiqə əqrəbi cavab, mən işarə qoyduğum yerə cavab çatdıqda, bu o deməkdir ki, artıq 10 dəqiqə keçib. Bax, məsələn, bunu qoysam mən bura qoysam, 5, 10, 15, 20, 25. Dəqiqə əqrəbi cavab bura çatanda, mən biləcəm ki, artıq 25 dəqiqə keçib. Dalğıçlar üçün. Bu dalğıçlar üçün nəzərdə tutulub.
Amma GMT saatlarda fikir versəz bu bezel həm dalğıçlar üçün nəzərdə tutulub. Amma arxaya doğru hərəkət eləyir deyə bunlar arxaya doğru hərəkət edənlər daha sərtdir, daha yumşaqdır. Bəli. Sərt olmaq səbəbi də odur ki, bu əksinə də fırlada bilirsiniz bunu. Əksinə fırlatdıqda isə bunun GMT funksiyasını istifadə edirsiniz. Ona görə bu saat həm diver, həm də GMT. Həm GMT olaraq istifadə edə bilərsiniz. Çünki mən əvvəl elə bilirdim ki, bu sırf GMT-yə görədir. Çünki burada 3 fərqli ölkənin saatını məsəl üçün qurmaq olar. Həm üçün, həm dediyimiz kimi o diverdə də istifadə edə bilərsiniz. Ona görə bu sərtdir. Sərtliyi verən o da ona görə sərtdir. Həm də GMT istifadə edə bilərsiniz normal olaraq. Çox qəşəng səsini. Bunun kəmərini mən çox bəyəndim. Kəmərinin tikişləri. Bunu hardan əldə etmisiniz? Mən bunu Porsche-dan almışam. Porsche-dan əldə etmisiniz? Bəli. Əslində bu saatla bağlı yenə deyirəm necə oldu. Mən Seiko modelini mənə tövsiyə olunmuşdu modellərin içində və mən yenə dedim, geyimlə əlaqədar olaraq mənə brown rəng, palıd rəng gedir də. Elə bir rəng lazım idi ki, onu mən alım və mən öz geyimlə uyğunlaşdıra bilim. Və elə oldu ki, GMT modeli mənə tövsiyə olundu ki, bəs Seiko-nun belə bir GMT modeli var. Mən də getdim. Yəni Nihat bəy tövsiyə eləyib? Yox, başqa bir dostum var idi, İmran. O da saat kolleksiyası var. O mənə tövsiyə elədi. Çünki onun çoxlu Seikosu var idi. Mən də elə getdim, baxdım. Dizayn olaraq da xoşuma gəldi. Həm sport modeldir, həm də ki GMT çox gözəl. İçinin qaranlıqda işıqda yanır. Çox xoşuma gəlir. Səyahət eləyirsiniz deyə sizin üçün GMT saat olmazsa olmazdır. Bəli. Onun üçün çox faydalıdır. Ona görə mən də getdim aldım. Texniki özəllikləri də çox xoşuma gəlir. Qolda da çox rahatdır. Yəni diqqət çəkən bir modeldir. Siz danışdıqca burada bir nəyə baxıram. Bəzi modellərdə olur, burada lupa olan var, hansı ki date funksiyasını göstərən lupada. O lupanı prosto qoyurlar da orada. Mən Rolex-də o lupanı görmüşdüm. Açıq o lupanın olması da mənə açığı sadə sırf bu sadə almağı mən hətta bu tip lupanı daha çox bəyənirəm. Nəinki o damla üsulu deyirlər, yumru olan. Yumru lupadansa mən belə olan lupanı indi yaxın kadrda da göstərəcəyik. Yumru olan lupanı daha çox bəyənirəm. Çünki bu elə bir daha belə deyim də. Mənə çox xoşuma gəldi. Elə açıq, yəni sırf yəni o da mənə açıq çox təsir elədi və mən getdim bunu aldım və artıq 1 ildir ki mən bunu çox məncə gözəl sezondur və məncə bu elə modeldir ki, bu daimi sizin kolleksiyanınızda yerini tutacaq, yəni bu dəyişilməz təməl modellərdən olacaq. Çox əla sezon eləmisiniz. Siz də fikirlərinizi əlbəttə ki şərhlərdə qeyd eləməyi unutmayın və ola bilər ki fikirlərimiz üst-üstə düşmür, Yusiflə və ya mənimlə ola bilər ki, yanlış deyirəm. Onları da şərhlərdə qeyd eləsəz, çox şad olarıq. Çünki dediyimiz kimi biz hələ ki öyrənirik. Bizim hələ nə yaşımız var ki, çox şeylər öyrənəcəyik. Həm bir-birimizdən öyrənirik, həm sizin yazdığınız şərhlərdən öyrənirik. Yazdığınız şərhlərdə əlbəttə ki, növbəti buraxılışlarımızda əlbəttə ki, cavablayacaq. Əla seçimdir. Elə sırayla istəyirəm buradan davam eləyək. Burada Hamilton modeli görürəm. Bu modeli siz alanda da biz məsləhətdə danışmışdıq. Bu demək olar axırıncı aldığınız saatdan. Bundan sonra almısınız? Ən axırıncı aldığım Longines-dir. Ən axırıncı aldığınız Longines. Onu yaza gəlir də mən sizdən məsləhət aldım. Çünki 2 model var. 2 model arasında qalmışdı. Birinci bu Hamilton Murphy idi. Digər model isə NATO kəməri ilə olan Call of Duty Edition. Call of Duty Edition. Onun da şəklini Special Edition idi. Əlavə eləyəcəyik. Bəli, Special Edition idi. O da yəni limitli sayılırdı, amma Special Edition idi. Elə sizlə məsləhətləşdik. Açığı elə fikrim, açığı gedib onu almışdım. Onu almışdım, məndə idi. Aldım, elə bir imkan var idi ki, geri qaytarma imkanı var idi, amma dəyişmək şərti ilə, hansısa başqa bir modellə aldım. Bunu hardan almısınız? Hardan əldə etmisiniz? İngiltərədən almışam. Aldım, amma baxdım ki, məndə yaşıl və bu Casio var idi zaten həmin saat alanda və sizlə də məsləhətləşdik və getdim Murphy aldım. Açıq Murphy də alacaqdım. Sadəcə olaraq dedim hər ikisi olsun çünki mən xoşlayıram. Mən düşünürəm ki, saat kolleksiya edənlərin hər birinin bir dənə ya special edition ən azı ya da bir dənə limited edition nəsə bir saat olmalıdır. Ola bilər ucuz saat ola bilər, ya da bahalı ola bilər, amma əsas odur bir dənə edition ya da special olsun. Saatda məsələn maddi dəyər biraz çox da önəmli deyil. Mən elə düşünürəm. Yəni bəzən insanlar fikirləşir ki, limited edition çox baha olur, amma mən düşünürəm ki, biraz budget friendly saat firmalarının da limited edition dediyim kimi mikro brendlərdə və Yapon brendlərində də bunu çox sıxca çox gözəl seçim eləmisiniz məncə. Hətta deyirəm ki, çox gözəl seçim eləmişik, çünki bir yerdə seçmişik bu modeli. Bu model yaxın çəkilişdə görəsiniz. Yəqin sizə tanış gəlir. Hansı filmdəndir? Bəli, Interstellar filmində. Interstellar filmində
baş rolun qolunda. Saat elə baş rol Saat baş roldaydı elə zaten. Saat baş rol qızına saat idi. keçir də orada. Bəli, Murphy zaten qızıdır. Elə burada zaten o kodları göndərmək üçün bu saatın o əqrəblərindən istifadə olunurdu. O kodu göndərirdi. Hamiltonun ən gözəl kollaborasiyalarından biridir. Hətta bu siz bilirsiniz ki, bu saat sırf kino üçün istehsal olunub. Onu bilmirdim. Hə. Nolan zaten o kinoda, o kinonun əsas rejissoru kinoda bu saat istifadə edib öz qolunda və sonradan bu kino böyük səs-küy yaradandan sonra hansı ki Kütləvi istehsal. bəli, çox və tələb olunub ki, bu saatı biz istəyirik və ondan sonra saatı istehsal etməyə başlayıb. Görürsüz Yusif bəydən də sizə bonus məlumatlar çıxır. Hə, bu saatı istehsal etməyə başlayıblar. Hətta bunun bu orijinal kinodakı olan modeli 42-dir. Sonra bunu 38-də deyəsən istehsal etməyə Ümumiyyətlə saat başlayıblar. markaları başlayıblar yavaş-yavaş kiçilməyə. Nisbətən daha Bəli, çünki mən Frederick hiss Konstantar biz görüşdə olanda İsveçrədə dedilər ki, yavaş-yavaş böyükləri ləğv eləmirlər. Məsələn də 39-40 milyonu ləğv eləmirlər, amma yavaş-yavaş 38-36 alternativ kimi istehsal edilir. Çünki trend biraz ona doğru gedir də, belə deyim. O çünki həmişə elə olurdu. Bir şey trend olur, üstündən illər keçir, 50 il keçir, nə qədər keçir, sonra təzədən yenidən qayıdırlar. İndi məsələn 70-ci, 80-ci illərə verdiyində yavaş-yavaş gedirik. Yəni bu model böyükdür, 42 mm-dir. Orijinal kinodakı olan zaten 42 mm-dir. Və Hətta bunun həmin 42 mm olmağı vəbşən mən sırf o kinoda nə var, hansı Nolan filmlərini bəyənirsiniz ümumiyyətlə? Hə, çox. Mən çox İndi iyulda onun yeni bir kinosu olacaq. Hadisey. Onu gözləyirəm. Hadisey kinosu haqqında bir dənə səhv etmirəmsə elə Hadisey haqqındaydı da. Nolan'a deyiblər ki, biz CGI effektlərlə orada nəsə şey vardı, monster var, həm monster yarada. Deyib ki, siz bunu CGI effektlə eləsəz, CGI deyirəm, CGI-də ondan eləsəz, mən çəkməyəcəm də bu kinoda. Mənə lazım ki, o həmin o monstru modelləyək, real. Çox möhtəşəm rejissordur. Çox böyük büdcələr istifadə eləyir, amma çox möhtəşəm. Mənim mövzum belə indi izləyicilər də bəlkə bilir. Mövzum qatı Batman fanıyam da, belə həm komikslər olsun, həm belə deyərdim də, animelər olsun, həm də filmlər olsun. Nolan o The Dark Knight üçlüsü mənim üçün əfsanədir. Elə ondan sonra şey gəlir, Interstellar gəlir, Interstellar da. Çox bəyəndiyim. Asılı, mənə həvəsi verir bu. Mən həmişə istəmişəm ki, şey olsun, Batman-la kollaborasiya olan hansısa bir model olsun. Təəssüf ki, var elə bir model, səhvləmirəmsə Polis markasında. Onu da heç bəyənmirəm. Var. Heç bəyənmirəm də. Çox qarışıqdır da. Yəni mən məsələn də buna məsəl üçün baxsın, ona görə sizə elə məsləhət içində Call of Duty biraz çox abartılı idi. Bu amma məsəl üçün bu saata baxırsan, bilirsən ki, bu saat Interstellar-dakı saatdır. Bəli. Amma adamı yormur. Amma məsəl üçün Polislə Batman olan kollaborasiya saata baxırsan belə yorulursan da, yəni başa düşürsən, onu daha sadə eləmək olardı. Düzdür, şeyin rəsmi olmasa da Rolex-in qatım var, göy-qara siferblatda olan saatı da. O məsəl üçün Batman gedir də. Düzdür, 10 dəqiqə almağı fikirləşmirəm, amma o məsəl üçün düzdür, saatın heç bir kollaborasiyası yoxdur rəsmi formada, nə bilim, içində bir Batman ikonu yoxdur, amma o saat qatım olaraq gedir də, belə deyim, adlandırır. O tip bir hər hansısa bir əlçatan brend elə bir əməkdaşlıq eləsə 100% əldə edəcəm o saatı. Son dövrlər Hansı saat budilnik saldı, hə? Necə? Hansı saat budilnik saldı deyəsən? Mən buradayam. Hə, var. Bunların ikisində budilnik var. Bunların hansındadır deyəsən? Alarm var, bunda və bunda var. Hə, o şeydir, bir saatdan bir çalandı yoxsa? Bəli, bir saatdan bir saat tam olanda verir. Salam dedi buradan bizə. Qolda da çox rahatdır. Çox. Əqrəbləri də çox gözəldir, özünüz də görürsüz o. Çox gözəldir. Yəni çox gözəl əqrəblər. Çox gözəl saatdır. Mən çox bəyəndim. Çox gözəl seçim eləmisiniz. Ən axırda yəni yüngülvari puanlayarıq sizin üçün də, belə deyim. Birinci yeri hansıdır sizin üçün, ikinci yeri hansıdır? Saatlar kolleksiyası o qədər yaxşıdır ki, belə İstəsəz special edition-a keçək. Special edition keçək. Bunun özü special edition idi Hamiltonda. Bəli. Omega-da burada special edition-dır. Special edition. Burada bir dənə kollaborasiya modeli deyə bilərik. Buna Omega ilə Swatch-un. Buna keçməmişdən qabaq sənə bir dənə sualım olacaq Yusif. Hiss elədin yəni ki, hansı sualdır? Swatch-dan mövzucəsi. Axırıncı olan AP və Swatch işbirliyin. Nə deyə bilərsən? Mən heç çox bəyənmədim onu açığı. Mən də bəyənmədim. Heç bəyənmədim. Amma bilirsiniz də kifayət qədər çox qırğındır. Bəli, marketinq çox yaxşı gedib. Açıq o marketinqdir mən düşünürəm. Çox yaxşı marketinq oldu və mən düşünürəm ki, marketinqdən əlavə AP elə bir saatdır ki, yəni Omega-nı harda salmaq olar müəyyən orta. Amma
AP elə bir Satılır. Əl çatanlığı yoxdur. İnsanlar bəlkə də sırf ona görə, yəni AP. Amma yəni bunu qoluna əlaqəli bir taxmırsan şey olsun. da, çantava taxmaq üçün Ən çox onun üçün açım, amma onun sonra modifikasiya lazım. Amma ölçüsü kiçikdir. O biləkdə yəni həm ölçüsü kiçik, həm də crown'u şeyində də başında. məndə imkan oldu onu almaq, amma almadım. Çünki həqiqətən bəyənmədim. Heç düzələmiz. Bu kifayətdir məncə. Bu çox mühüm. Swatch'dan bu kifayət. Amma bilirsiniz də bunun da müxtəlif Omega ilə Swatch'un müxtəlif növləri var, müxtəlif görə. Amma buna niyə special deyilir? Bu saatın göy almaq istəyirdim, amma göy rəngi var, tam göy. Onu da şəkildə. Bu swatch göy, amma bu limited edition sayılırdı və mən onu getdim, ala bilmədim. Çünki bitdi, ondan sonra plastiklərin dayandırdılar. Eyni, amma sadəcə göy rəngdə var. Sonra mən dedim, mənə sırf lazım idi, un face lazım idi və bu saatı almaq istəyəndə mənə swatchdan dedilər ki, bəs bu saatı, bu ağrayışlı olan saat. Bunu Azərbaycan. Pojanım, və Switzerlandda mütləq ki, qar yağmalıdır. Sveçrədə mütləq ki, qar yağmalıdır. Və həmin gündə qar yağa bilmirdi deyə mən gedib ala bilmirdim. Qar yağa bilmirdi. Asada Yusuf azda qar niyə yağmır? Ona həmin vaxt Polşada yağırdı, amma orada yağmır, bilmirəm. Bunu Polşada satmaq üçün belə İsveçrədə qar yağmalıdır. Kəndə gülən istəyənlər də ölkəsində satmaq üçün mütləq qar yağmalıdır. Ne var abi? Amma yəni həmin ölkə satılan ölkədə yoxdur, İsveçrədə qalır. Bəli, satılan ölkədə yəni sırf orada qar yağmalıdır deyə və dedilər ki, 2 gündən sonra qar dözməmeliyiz. 2 gündən sonra getdim, baxdılar, əzdən gedib baxdılar ki, həqiqətən qar yağırmı? Yağırdı və onda mənə bunu satışa elan etdilər. Dedi, yəni siz onun 2 qat pulu da versəz, həmin gün sizə satmazlar. Burada bir dənə Casio vintage kolleksiyasından bir dənə modelim var. Mesh qolbaqdır. Mesh qolbaqların üstünlüyü, ən böyük üstünlüyü odur ki, istədiyin vaxt fərqi yoxdur, kilo alsan və kilo getsə heç bir servisə getmədən, heç bir ustaya getmədən çox rahatçılıqla qaldırıb biləyinizə uyğunlaşdıra bilərsiniz. İncəliyinə isə söz ola bilməz. Səndə bir dənə qəşəng məlumat var idi bu haqqda. Hə, yəni bu saat açığı sırf incəliyinə görə almışam. Çünki incə saatlar xoşuma gəlir. Qolda çox qəşəng səliqəli görsənir. Həm xanımlar, həm də bəylər üçün istifadə olunacaq bir saatdır. Mənim dostlarım da var, xanım dostlarımız da var, bəy dostlarımız var. Hamısı alıb istifadə edə bilir. Ölçüsü 6 mm-dir və Casio tarixinin ən nazik, incə modellərindən biridir. Artıq ikinci bonus məlumatı verirsiniz müştərilərimizə. Ona görə bu saat çox xoşuma gəlir açığı. Və gündəlik istifadədə də çox rahatdır. Çox xoşumadır. Yenə burada da o bayaq dediyim rəng kombini çox gözəl seçmisiniz. Boz, bütün rənglər bir-birindən uyuşur. Çünki bu kolleksiyanın bir çox rəngləri var. Bəli. Çox qəşəng seçmələrimiz mesh qolbaqlı olmağına, nazik, ultra nazik olmağına və rəng seçiminiz çox gözəldir. Bunu demək olar ki, hər geyimdən rahatlıqla istifadə edə biləcəyiniz, taxacağınız modeldir. Əlbəttə ki, funksionallığı da maşallah balaca saata maksimum dərəcədə funksionallığı yükləyib həmişə kimi Casio. Burada nə yazılıb? Bayaq pudring salan buydu bu arada. Arada yəqin ki, eşitmişsiniz saatın tamamında bizə bir dənə xəbərdarlıq elədi ki, 1 saat tamam olur. Digər Casio modelində də var o, bu həmin o. İkinci siqnalı da hiss elədim. Hə, o 1 saatdan bir var aralarında. Bu arada o funksiya demək olar ki, bütün G-Shock və Casio modellərində var. O 5 təməl funksiya var ki, o demək olar hamısında var. 4 dənə alarm var, 4 dənə fərqli alarm qoya bilirsiniz və bir dənə də 1 saatdan birə alarm qoya bilirsiniz. Bu model də yenə Casio Vintage məşhur modellərindəndir. Bunu bilirsiniz də gümüş rəngli olanı da var idi. Bu ümumiyyətlə A168 Casio'nun ən vintage kolleksiyasının içində ən populyardır. Gümüş modeli də var idi. Açığı mən qızılı aldım çünki məndə Casio Vintage şeydir, A2-dür, şey deyil də, A168 deyil. Mən də qızılısını istifadə edirəm. Qızılsın, mən ümumiyyətlə qızılı saat bəyənirəm. O basin də dəri tonuna mənim dəri tonum yaxında. Bu dəri tonuna qızılı saat və ya üstündə qızılı detal olan saatlar daha doğrudur, qəşəng görsənir. Rose Gold da yaxşıdır. Rose Gold biraz qorxuludur da. Nə qədər də keyfiyyətli olsa, Rose Gold biraz daha incədir deyə Rose Golddan adam biraz ehtiyat eləyir. Bu model
Bilmirəm, harda görüb almısınız modeli? Hə, mən açığı qızılı saat çox həvəskarı deyiləm. Daha çox da belə deyək, maraq göstərmirəm ki, saatda qızılı rənglər olsun, amma bu saat sırf Casio-nun bu qızılı buna çox yaraşır və daha çox mən bunu Lewandowski-nin qolunda görmüşəm. Lewandowski-nin qolunda görəndən sonra çox xoşuma gəldi. Həm onun qoluna da yaraşırdı, həm də çox qəşəng görünümü var idi. Elə birinci gedib belə çox qızılı rənginə maraqlandım, elə bunu da götürdüm. Lewandowski-də görməmişdən qabaq marağınız var idi buna yoxsa? Yox, açığı Lewandowski-dən sonra maraq yarandı. Lewandowski-dən sonra həqiqətən maraq yarandı. Çünki çox qəşəng görsənirdi və getdim baxdım öz qoluma da taxdım, baxdım ki, həqiqətən də gözəl. Lewandowski-ni bu saat taxmağı çox belə şey oldu da ki. Bəli, zaten bu saat orada hamının qolunda hərəsində nə bahalı saatlar, brendlər, mən zaten mağazaya gedəndə dedim Lewandowski, bu saatı mənə deyirlər. Ha, Lewandowski. Zaten bunu Lewandowski olaraq tanıyır. Lewandowski olaraq tanıyırdı. Ona görə. O arada biz də post paylaşmışdıq bir dənə Lewandowski-lə bir yerdə biz də qəşəng satışlar elədik. Çünki Lewandowski yetərincə futbol tarixinə bir iz qoymuş bir belə deyək, futbolçudur. Çox sevə-sevə izlədiyimiz futbolçudur. Bu da İlluminatordur. Əla seçimdir. Bu kəmərdir. Bu kəmər də eyni formada meşq qol bağda olduğu kimi bunu da istədiyiniz kimi adjust edib qolunuza uyğunlaşdıra bilirsiniz. Bunun haqqında da bu qədər. İndi yavaş-yavaş Yaponlardan davam eləmişkən bir dənə də vəhşi bir saat görürəm. O saatı başqa bilməm necə deyim ki, nəyə görə vəhşi saat deyirəm. Həqiqətən elə vəhşi saatdır. Vəhşi saatdır. Adında da var o vəhşilik. Citizen Tsuno kolleksiyasında olan modeldir. Bullhead. Bullhead nəyə görə deyirlər buna? Sırf o taclar, o qara taclar, bu taclar. Tsuno sözü zaten Yaponcadan buynuz deməkdir. Yaponcadan tərcümədə buynuz deməkdir. Citizen, ProMaster Tsuno və bunun tacları onu oxşadıblar öküzə. Sırf bu oxşuyur da. Öküz kimi saatdır da yəni. Sırf onu oxşadıblar, ona görə bu adı veriblər. Çox qəşəng saatdır. Açığı bu saatı limited edition olduğuna görə mən. Özdə komplektasiyası da çoxdur. Bu arada içində çoxdur. Çünki komplektasiya burada saniyə əqrəbini dəyişmək olar. Eco-Drive bu arada solardır. Alarm da var içində. Amma onu bilən pis cəhət ondan ibarət olsa da amma səsi eşitmirsən. Çox çox zəif. Casio kimi eşitmirsən. Çox zəif gəlir yəni. Burada bəs bu funksiya nədir? Bu enerjisidir. O birisi də günəş enerjisi və işıqla. Batareya dəyişməyə ehtiyac yoxdur. Günəş enerjisi və günəş işığı, otaq işığından da dolunur. Yəni tam burada full göstərir çünki otaq işığında yığıb. O boşalanda isə bu enerjisi zaten onu orada göstərir. Hətta burada bir dənə balaca komplektasiya da var. Hansı komplektasiyanı söndürüb yandırma olur? On off. Aşağıda baxın. O elə alarm opsionudur. Bəli, alarm opsionudur. Date də çox maraqlı yer yerləşdiriblər standartdan kənar. Yəni çox qəşəng saatdır. Böyük saat qoyub bizim bunu ovri buraxışımızda da var idi. Bəzi böyük saatlar var ki, pis görürsən. Amma məsələn bu böyük olsa da belə dilinə görə dirçəyi də var da belə deyəlim. Böyük olsa da yəni böyük olub ancaq saat göstərmək deyil. Böyükdür və yetərincə də komplektasiya. Mən saat brendlərindən istəyərdim hər brenddən bir saatim olsun. Citizen elə bir brenddir ki, yəni mənim açığı onların istehsal elədiyi başqa növ saatları başqa brendlərdə, məsəl üçün Seikoda və s. rahatlıqla əldə edə bilərəm və daha çox onlara üstünlük verərəm. Ona görə dedim ki, elə bir model olsun ki, həm limited edition olsun, həm də Citizen-dən bir şey olsun, həm də rəngi, yəni rəng məsələsi var, bilirsiniz ki, bu qarışıq rəngdir bəli üçün. Elə oldu ki, elə getdim, bunu bəyəndim, elə. Bu da amma yay modelidir. Bəli. Yayda məncə ümumiyyətlə yayda ən çox istifadə edilən modellərdən biridir. Bəli, heç narahat eləmir, yayda çox rahat şəkildə. Sırf yay modelidir, doğru, bunu qışda. Çünki kəmərinin quruluşu və bu arada Yevrozamokdur. Bəli. Yevrozamokun da nə olduğunu yəqin ki bilirsiniz, amma istəsiniz belə bir dənə bilməyən insanlar da ola bilər, tamamilə normaldır. Yevrozamok bir dəfə quraşdırırsınız biləyinizə, daha sonra sadəcə buradan bu artıq açıqdır da, belə deyim. Bir dəfə quraşdırırsınız biləyinizin ölçüsünə, belə rahatlıqla bağlayıb aça bilirsiniz. Yəni hər dəfə təkrar sancağa tax çıxart eləməyə ehtiyac yoxdur. Yəni standart yox. Bu formada olanda olur Yevrozamok. Və Yevrozamok saatlarda nisbətən qiyməti fərqlənir digər saatlardan. Bunun bir də limited edition-da saatın arxasına baxa bilərsiniz. Bu neçənci saatdır. Burada yazılır daha çox.
ümumi istehsalatın neçənci saat olmağı yazılır. 1973 sənədə ümumi istehsalı, Bu neçəncidir? bu 1865-ci modeldir. 1865. Limited edition olanda daha çox mən baxaram arxasına və neçənci edition və neçə dənə buraxılıb ümumi dünya üzrə və məndə olan neçəncidir. Qəşəng. Mən düşünürəm ki, limited edition saat alanlar üçün maraqlı bir Fərqli saatdır. Dediyim kimi komplektasiya böyük olmağına baxmayaraq komplektasiya ilə də geniş təmin olunmuş bir saatdır. Çox geniş funksiyaları var. Yaxşıdır. Sonra bizdə qaldı deyəsən elə bir dənə saatımız qaldı. Bir dənə qaldı burada. Tissot. 2 dənə saatim qalıb. Qolumdakı saatı da gözümdən qaçmayıb, narahat olma. Onu sona saxlayıram. Burada bir dənə də kvars saatımız vardı deyəsən. Tissot PR100 modeldə. Gündəlik istifadə üçün çox Gündəlik istifadə idealdır. üçün yenidən bizi meş biləvzik, meş qolbaq qarşılayır. Yenə komplektasiya ilə mən belə başladım, sən ümumiyyətlə komplektasiyalı saatlar bəyənirsən. Çox xoşuma gəlir. Funksiyaları çox olanda. Xronoqraf saatlar bəyənirsən. Çünki burada da gördüyünüz kimi xronoqraf funksiyası var, komplektasiyalar var. Date funksiyası bu modeldə də fərqli bir istiqamətdə yerləşdirilib. Çünki biz normalda 3-də yerləşdiririk də belə deyim standart olaraq. Mən bir dənə bəyənmədiyim bizə nədir? Bu hissədə də bir dənə belə öz fikrimi bildirim. Bunları bəyənirəm. Date funksiyası burada olmaz. Date funksiyası altının üstündə olanda mən bəyənmirəm saatı. Bilmirəm niyə. Bu belə bir dənə qəribə mənim ilişdiyim bir məsələ var. Sağda ya solda bəyənirsən belə. Sağda bəyənirəm, solda. Sağda zaten normal klassik Sağda yeridir. 3-də bəyənirəm. 9-da vərdiş deyirəm, amma 9-da da olsa bəyənərəm məncə. Saat 2-də də olsa bəyənərəm. Bunda məsəl üçün 4 ilə 5 arasında da bunu da bəyənirəm. Amma saat 6 istiqamətində olanda date funksiyası o mənim gözümə gəlir. Hətta elə saatlar var ki, o saatları mən çox bəyənirəm. Hətta bu yaxınlarda bir dənə almağı fikirləşdiyim elə bir dənə saat var, Jacqueline markasından. Ona qalmışam. Bir dənə ona görə qalmışam ki, onun date funksiyası saat 6-dadır. Sənin ümumiyyətlə fikrin necə? Mən öyrəşmişəm sağ tərəfdə 3 üstündə olsun. Çox xoşuma gəlir. Çünki klassik olaraq hər dəfə orada görürük və mən ona daha çox üstünlük verərəm əlbəttə ki, elə olanda. Çünki çox saatların böyük əksəriyyətində o cür nədir. Amma dediyin fikirlərlə də tam razıyam. Göz örgəşir və sən hər dəfə tarixi sağda axtarırsan. Mən özdə bunu belə deyim də, istifadə eləyənəm də o funksiyaya baxanam ki, orada olsun, orada olsun. Yəni elə adam var ki, date funksiyası var saatında, amma heç istifadə edirəm. Amma mən həqiqətən də bu gün ayın neçəsidir, bu gün günlər. Çünki işlə bağlı daimi bir planlamanın içindəyik də, falan tarixdə falan var. Ona görə də mən heç vaxt qeydiyyatımı həftənin günündən aparmıram da, həmişə ayın günündən aparıram. Ona görə date funksiyasını belə dibinə kimi istifadə edirəm də, lord dildə desək. Ona görə mənim üçün önəmlidir və 6-da da olanda mən bilmirəm niyə çaşbaş qalıram. Çaşbaş qalmıram, belə qəribə öyrəşməmişsiniz. Bəlkə də o dediyim saatı alsam, onda 6-dadır. Bəlkə ondan sonra fikrimi dəyişəcəm. Fikrimi dəyişsəm sizlə bölüşəcəm. Yusuf sənlə də bölüşəcəm. Sən deyəcəm ki, olurmuş belə də. Burada düz deyirsiniz, tamamilə 4 ilə 5-in arasında. 4 ilə 5-in arasında. Bu da qəşəngdir. Adam narahat etmir. Burada Citizen-də də 2 ilə 3-ün arasındadır da. Səfərimiz 1 ilə 2-in arasındadır. Bu da okeydir mənim üçün. İmmunla sizdə burada sırf altın üstündə yoxdur. Mən dediysə altın üstü olan model. Yaxşı da yoxdur. Mən altın üstü olanda qəribə formada mənim bir sıxıntıya düşürəm də belə deyim. Açıq altın üstündə olan saat, mən heç qabağıma çıxmayıb. Yəni o bəlkə də var, amma almaq üçün qabağıma çıxmayıb yəni. Qaldı bir dənə saat, o da qolundakı saatdır. Onu bir dənə çıxardıb versən, onu da bir dənə incələyərdik. Kolleksiyanda aldığın sonuncu saatdır. Sonuncu və ən dəyərli saatımdır. Qəşəng. Səs. Bu hissi yaşada. Bir dənə səsi verin. Bu səndən Mən çox xoşuma gəlir. Yatmamışdan qabaq. Stressiz adam bir də rahatlaşır zaman. Mən arada bir onu eləyirəm, o cürlə fırlayıram. Onun səsi mənim çox xoşuma gəlir. Belə eləyək də bu Longines Orient Star. Daha incədir. Başqa cürdür. Daha incədir. O bayaq dediyimiz diver məsələsi var idi. Bax görsən bunlar elə. Bunda əksinə hətta bunda bizə lazım olan bunu eləyim. Bax bizə lazım olan o dediyim 15 dəqiqə var bunda. Görsən ayrılıblar 15 dəqiqə. Bu 15 dəqiqə standart hava balonlarında olan oksigen miqdarıdır. Məsələn, atıram dəqiqə əqrəbi burdadır da bir dəqiqə bizdə də. Bu dəqiqə əqrəbini mən gətirib bura qoyanda mən ayarlamış oluram. Bu elə bir növ stopwatch-da. Stopwatch-ı ayarlamış oluram 5, 10, 15, 20 dəqiqə. Dəqiqə əqrəbi cavab prosesində 20 dəqiqəmiz tamam olacaq bizim.
mexaniki elə bil şeydən qabaq, stopwatch çıxmamışdan qabaq mexaniki olaraq zaman tutmağa, belə həm saniyəni, həm dəqiqəni, həm də saat tutmaq olur. Bu saat haqqında çox şey deyə bilərəm. 30 bar, 300 metr əla. 300 metr dayan. Date funksiyası, avtomatik mexanizm. Arxasında da bizi qarşılayır zaten. Sözsüz ki, stainless steel olmalıdır. Swiss made. Ailə burada elə bir şey yazılır. Elə bir GMT-dir. Deyirəm, bunu mən GMT görmədim. Bax, burada GMT deyil. GMT deyil. Bunun alüminium olanı var. Bezel alüminium. Bu seramikdə səhv keramikadır da, belə deyim. Bezel keramikadır bu arada. Polad öz keramikadır. Üstü keramikadır, özü poladdır. Saat özü poladdır. Saat özü poladdır. Hə, amma bunun belə deyək ki, bezeli alüminium, seramikadır. Alüminium deyil. Çünki onun alüminium olanı da var. Mən alüminium olanı açıq çox bəyənmədim. Seramik olanı daha parıltı çox verir, həm də çox qəşəng görsənir. Ona görə mən məhz bu modeli seçdim. Və bu da sözsüz model. Hə, Hydronun sonuncu çünki bundan sonrakı istehsal olunanlar onun içində görürsüz ki, rəqəmlər var da. 6 9 12. Bəli, onlar da yoxdur. Bayaq 6 9 12 qəribə bir dənə bir şeydir də, sən ərəb rəqəmləri kimi götürülür. Bu ərəb rəqəmləri kimi belə deyim də, qlobalda olan bir şeydir də. Belə səsləndirirlər, hə. Amma rəsmi bir şey deyil də, yəni. Bəli, sadəcə deyirlər ki, tutaq ki, ərəb rəqəmli falan. Amma bu isə sonuncudur və bundan sonra buraxılan sırf hidroid olanların heç birində rəqəm yoxdur. Qəşəng. Onda tapıntı sayılır bu da. Special olmasa specialdır. Bunu açıq mən məsləhət gördülər ki, ala bilərsiniz, maraqlıdır və sonuncudur. Bundan sonra bu şəkildə istehsal olunmayacaq. Zaten yenilərin reklamı da var. Mən bunu da bu arada saatlarda bəyənirəm. Mən düzdür, hazır qolundakı Arienstar elədir, amma Seiko 5-imdə belədir. İndekslərin arxasındakı o yumrular var ya. O yumruların belə, yəni xətt olaraq yox, yumru olmağını da bəyənirəm. Fosfordur da mənim də. Bəli. O yumruların o formada olmağı, indekslərin yumru olaraq görsənməyin saatı biraz daha belə deyim də, bir var baxdınız razı belə gözvə girən, bir də var ki, baxırsan belə deyim də, onu necə deyim, həssas deyil, daha yumuşaq göstərir. Belə deyərdim buna. Çox qəşəng seçimdir. İstəyirəm ki, mən bayaqdan sənin saatlarını analiz edirəm. İstəyirəm mən də saatımı verim sənə, sən də mənim saatımı analiz eləyəsən də, fikirlərimi deyəsən. Buyur. Bax. Açığı bu saat mən görsəm ilk görünüşdə sırf rənginə görə götürərdim. Çox gözəl rəngi var. İçinin belə deyək ki, yaşıl rənginin parlaq olması və hətta belə hərəkət elədikcə içində yaşılın çaralarının dəyişməsi çox gözəldir. İçinin əqrəblərinin sarı və yaşıl kombinasiyası həqiqətən çox gözəldir. Və sizə dediyim ki, bu Longines yeni modelləri bu cür nədir? İçində rəqəm yoxdur, görürsüz. Bu cür nə istehsal olunur? Mən də ən bəyəndiyim bunda bir dənə funksiyadır ki, güc rezervini göstərməyə məsəl üçün çox qəşəngdir. Yuxarıdakı o göstərir 50 saat, o güc rezervidir. 50 saat. 50 saat güc rezervi var. Arienstar bu da diver 200 metrdir bunda. Zaten ISO sertifikatda var. Yəni bu da kifayət qədər ağırdır, Longines qədər ağırdır. Mən bu modelə hazır 1 il 2 il baxdığımda belə ki, bunu götürməyim. Axırda dedim, yox, mən bunu götürüm. Özümə hədiyyə eləyim. Çox qəşəng saatdır. Diqqət çəkən saat. Yəni qolda görsəm diqqət çəkir. Özə bayaq mən bu saatı işlətmişəm də. Bir var saatı alasan kolleksiyada qoydun. Saata diqqətlə baxın görsün. Neçə vaxt olur işlədərsiniz bunu? Bir ildən çox var? Bir ildən çox, hardasa 3 ilə yaxındır. 3 ilə yaxın. Amma çox yaxşı qalıb. Doğrudan. Mən filə görə çox qəşəngdir. Səliqəli işdə. Əslində səliqəli işlətməmişəm. Yəni nə yalan deyim. Arxa tərəfinə baxsa, arxa tərəfində düşük fazla çoxdur. Amma məsəl üçün sevə-sevə taxdığım, ən çox taxdığım saat da deyərdim bu mən. Sevə-sevə taxdığım saatdır. Çox qəşəng. Bəlkə siz də biraz məlumat verəsiniz bu saatla bağlı. Nəsə məlumat var? Yox, əlavə məlumatlar elə dediyimiz kimidir. 200 metr suya davamlığı, Arienstar, polad kəmərdir, 200 metrdir. Ən əsas funksiyası bu Arienstarda ümumiyyətlə güc rezervi demək olar ki, bir çox modellərində var. Bu güc rezervini göstərmə komplektasiya elədir ki, normalda güc rezervi göstərirlərsə saat ferbulatında dodaq-çuxladan rəqəmlər qoyurlar saata da. Çünki o biraz qəliz komplektasiyadır. Amma Arienstar sağ olsun bizim üçün yenə. Bunda da güc rezervi, bu da desən 70 saatdır. Olar. Longines'də 70 saat olmalıdır. Arienstarın 70 saat güc rezervi olan modellər, ancaq F8 kalibr olan modellər var. Yeni
kolleksiyalar da var. Onlarda məsələn güc rezervi var və orada 70 saatdır. Hətta bir dənə model var ki, düz qiyməti 5-6 min arasındadır. 70 saat güc rezervi var və saat avtomatik deyil. Ancaq əllə quraşdırılmalıdır. Əllə quraşdırırsansa, bu elə bir sırf belə orienti sevənlər üçün də belə deyərdim. 70 saat güc rezervi var və əllə quraşdırılmalıdır. Möhtəşəm. Möhtəşəm. Çox xoşuma gəldi saatınız. Qəşəng saat. Çox sağ olun. Çox şad oldum. Mən də Sizinlə şad oldum. görüşdük. Neçə ay sonra axır ki nəhayət ki hə. bu çəkilişi elədik. İstəyərdim sonda sağollaşmamışdan qabaq bir dənə bilirəm, saatlarınızın hamısı sizin üçün əzizdir. Bu saat kolleksiyonerlərinə bəlkə də veriləcək ən pis sualdır ki, istəyərəm belə deyim də, ola bilər ki də gələn qabağımızdakı aylarda, illərdə fikirləriniz dəyişsin. Sadəcə indi üçün saatlarınızı istəyərdim də sıralayasınız bizim üçün ki, sizin üçün ən hansıdır? Belə pillə düşmək. Bilirəm, çox qəliz məsələdir bu. Baxır, indi hansı nəzərdən yanaşırıq? Məsələn, gözəllik nəzərdən yanaşırıq, yoxsa rahatçılıq nəzərdən yanaşırıq? İndi mən təxmini ortalama deyərəm ki, yəni mən açığı saatlarımın içində ən çox bəyəndiyim Hamiltondan Orientdir. Bu iki modeli çox bəyənirəm və çox taxıram. Hər iki modeli çox taxıram. Ən çox istifadə etdiyiniz. Ən çox istifadə etdiyim Orientlə Hamiltondur. Yəni bu ikisi. Yəni çox həm rahatdır, həm içindəki bu xüsusən də Orientdəki olan funksiyalar, sun çox möhtəşəmdir və çox da geyimin bütün rəngləri ilə uyğunlaşdıra bilirəm və bu iki modeli daha çox istifadə edirəm və daha çox soruşulan saatlardır. Daha çox sonra isə mən Tissot PRX istifadə edirəm. Daha çox klassik işimlə əlaqədar olaraq klassik geyimlərdə daha çox Tissot istifadə edirəm və bu da çox rahatdır və bunu da üçüncü olaraq ən sevdiyim saatdır. Ondan sonra isə Seiko taxıram və Tissotun xronograf olan. Bəli. Və bu saat hansı ki bu Casio Royal olanı rəng yaşıl olduğuna görə xüsusi yaşıl daha çox hobbilər zamanı bəli, sport istifadə olunur, amma çox rahatdır. O baxımdan deyərdim və ən az taxdığım saat açığı sizə desəm Longines bu saatdır. Həm ağırlığına görə. Gündəlikdə biraz sıxıntı yarada bilər. Amma ən az taxdığım saatlardır. Bəs bir dənə də başqa bir dənə sual verim. Ondan sonra da yeşinlaşdıraq. Belə deyərdim, yuxularını qaçırdan hansı saatdır ki, məsələn, yatmamışdan qabaq fikirləşsən ki, o saatı alardım mən gərək, ya o saatdan alım. Yəni gələcəkdə almaq istədiyim bir saat ola bilər və ya ola bilər ki, uzaq gələcək ola bilər, yaxın gələcək ola bilərdi. Məsələn də o hansı saatdır ki, sən həmişə fikirləşsən ki, o saatı almazsın. Məndə məsələn də bu saat, məndə bir çox var elə saatlar. Bilirəm ki, sizə o bayaq söhbət edədiyiniz kimi də axşam yatmamışdan qabaq baxırsan saatlara, doydum bir gün yatım. Mən məsəl üçün Jejele Kurtu yəni yuxuma girir də bu saatda. Mən yuxularımı qaçırdır da. Hansısa bir belə bu tip bir saat varmı ki, onu deməli mənim hədəf saadım deyək. Çünki deyəsən var. Hədəf saadım var, bəli. Bir hədəf saadım var idi. Friedrich Konstantin sizin məsləhətləşdiyim saat o mənim hədəf saatımdır. Elə bir saat istəyərdim. Növbəti saat olaraq onu fikirləşirsiniz yoxsa? Bəli, növbəti saat olaraq. Çünki mənim o model saatım yoxdur. Yəni square-da belə deyim, kvadrat. Kvadrat, hə. Elə bir saatım yoxdur. İstəyərdim ki, Friedrichdən o saatim olsun. Amma hal-hazırda mənim üçün əl çatan olmayan, amma əl çatanlığı ola biləcək. Mən daha çox əl çatanlığı ola biləcək saatları fikirləşirəm. Ən sevdiyim Tag-in Carrera var. Çox qəşəng saatdır. Onu istəyərdim ki, götürüm. Referans kadını göndərərsiniz, onu da qeyd eləyərəm. Tamam, Tag-in çox qəşəng saatdır. Onu istəyərdim və mən hər dəfə Londonda sırf o Tag-in dükanına gedəndə o saata baxıram, manifest eləyirəm ki, o saat alım. Çünki bu saatların hamısını o cür enerji ötürərək, manifest eləyərək, yəni zaten mənim həyatımda nə baş veribsə, uğurlu şeylər baş veribsə, bu enerjinin hesabına olub. Yəni enerji ötürməlisən, o saatı taxmalısan, dükana girməlisən, bir əlində bu sənə ekstra enerji ötürür və sən onu əldə edə bilirsən. Biz bu müştərilərimizə də həmişə deyirik ki, o içinizdəki qorxuya qalib gəlin və gəlin məsələsi mağazamıza məcbur deyil də, hansısa bir saat bəyənirsə onu gəlib bu gün alasınız. Gəlin, bu saatı taxın qolunuza, baxın, hiss eləyin, ən azından baxın görün bu saat sənin saatındırmı, onu hiss eləyin. O zaten onu hiss eləyəndən sonra o saatla aranızda bir bağ olandan sonra axır əvvəl o saatla gəlib belə deyim də əldə eləyirsiniz, onu qovuşursunuz. Yəni ona görə istədiyiniz vaxt yaxınlaşa bilərsiniz bizim showrooma. Taxa bilərsiniz, istədiyiniz saatı yoxlaya bilərsiniz, baxa bilərsiniz, yaxından tanış ola bilərsiniz, oturub sizlə çay, kofe içə bilərik, saatlarda taxıb yoxlaya bilərsiniz. Ona görə gərək
məsələn görürsüz Yusuf bəy dedi ki, gedir, baxır, taqa Bəli, baxır. bəli. Omega'nın Speedmaster-idir. Baxmışam, qolumda yoxlamışam. O da hədəf saatlarımdan biridir. So Breitlingin saat, istənilən istənilən modeli mənim üçün hədəf saatdır. Yəni bu saatlar mənim üçün hədəf saatlardır hələ ki. Əl çatanlığı ola biləcək saatlardır. Ondan sonra bəlkə keçərik daha Rolex-ə. Bəlkə də nə bilim daha belə deyək ki, bahalı və daha lüks modellərə keçərik, amma ilkin olaraq hədəf saatlarım bunlardır. Çox gözəl, çox gözəl. Çox sağ olun. Kolleksiyanız var və çox gözəl maraqlı modellər hədəfləmisiniz. İstəyirəm yavaş-yavaş verilişi sonlandıraq. Bugünkü buraxılışınızda yenidən mən Abbas və Yusuf bəy də qonağımız. Çox sağ olsun, vaxt ayırdı bizim üçün. Burada bizə həm kolleksiyasını müşahidə edə, həm də maraqlı bir söhbət oldu. Mən də öz təşəkkürümü bildirirəm. Biz dediyimiz kimi buradakı əsas məqsəd saat həvəskarlarına saat mədəniyyətini aşılamaqdır. Dediyimiz kimi bu fake saatlar var, bu fashion saatlar var. Onlara maksimum təkdə insanlara aşılamaqdır ki, o saatlardan vaz keçirsiniz. Orijinal əsl saat brendlərini, xüsusən də sizin Çox sağ olun. mən çox bəyəndim. Kifayət hələ o böyüklükdə mən saat dükanı görməmişdim açığı Bakıda. Çox sağ olun. Çeşid çoxdur və istəyir bahalı olsun, istəyir biraz budget friendly olsun, istənilən növ saatlarınız var, o hamısı da çox mükəmməldir və düşünürəm ki, çox əla yerdə saat kolleksiyası yığanlar üçün. Belə, yəni düşünürəm ki, faydalı oldu. Siz də çox sağ olun, vaxt ayırdınız. Çox sağ olun. Ümid edirəm ki, insanlar üçün faydalı oldu. Nəsə də suallar olarsa yəqin ki, komment Əlbəttə ki, şərhlərdə qeyd edərsiniz. Elə Yusuf bəy də, mən də özü belə deyim, növbəmizdə cavablayacağıq sizi və ola bilər ki, elə bir sual verərsiniz ki, bunu cavablamaq üçün biz bəlkə də Yusuf bəyin növbəti səfərində də yenidən qarşılaşarıq və hətta kolleksiyanın üstündən keçək ki, nə dəyişikliklər olub və ya yenilər varsa, yenilərimiz var ki, hətta mən də kolleksiyanımı götürüb gələrəm belə. Çox maraqlı olar. Belə də ola bilər. Çox qəşəng olar. Fərqli buraxılışlarla qarşınızda olacaq. Özünüzdən müğayət olun. Əlbəttə ki, abunə olmağı, like eləməyi, videonu dostlarınıza göndərməyi, paylaşmağı da unutmursunuz. Çox sağ olun. Ümid edirəm ki, sizin üçün çox yararlı ola bildik. Hələlik. Hələlik.